Dəyərli şagirdlər, bu DİM test toplusunda olan sualdır və məhlul məsələlərinə aiddir. Bu tip suallar gördükdə iki dənə məhlulun qarşılığından gedir söhbət. Birinci məhlulun qramını öz faizinə vururuq. Yəni 30 vurulsun 30. Bu hər zaman belə olacaq. 30 vur 30. Üstə gəl, eyni şeyi ikinci məhlula tətbiq edirik. Qramı vururuq faizə. 20 vurulsun 40. Bərabərdir. Baxın, bizə deyir, alınan qarşılıqdakı spirtin faizini tap. Ümumi məhlulumuz nə qədərdir? 30 və 20. Yəni, burada 20 üstə gəl 30, yəni 50 qram məhlul var. İndi biz tapmalıyıq ki, 50 qram məhluldakı spirt faizini tapaq. Bərabərdir 50 vurulsun P. P faizini tapırıq da, yəni spirtin faizini. 30'u vursaq 30'a 900, üstə gəlinsin 800, bərabərdir 50P. 1700 bərabərdir 50P. P də bərabərdir 34%. Deməli, qarşılıqda spirtin faizi, yəni 50 qramın 34%-i spirt olacaq.